Cevizin ucundakı bir zərrə boyaya su azadlıq verir. Azadlığına qovuşan boya forma alır və qadın ömrünün ilk rəngi parlayır. Hər şey günəşin ilk şəfəqi kimi saf və parlaq bir təbəssümlə başlayır. Zamanla Cəhrayı lalənin incəliyində arzuları çiçək açan bir banu doğulur. Bu canlı narıncı zirvələrə addımlayan güclü bir xanımın enerjisidir. Və rənglər bənövşəyi çalarlarda dərinləşir. Bu, ruhun kamilliyə qovuşduğu sarsılmaz bir xatun duruşudur. Nəhayət, bu tünd Cəhrayı illərin süzgəcindən keçmiş əsilzadə xanım xatunluğun zirvəsidir. Lalələr qədər incə, bir o qədər də məğrur və güclü. Bayramınız mübarək, əziz xanımlar.